Müğənni Səidəm Dadaşova həyat yoldaşı Maqanın onun qabırğalarını sındırmasından danışıb. Tarixin bir günü verilişinə qonaq olan ifaçı bu hadisəni göz yaşları içində kövrələrək xatırlayıb. O ağlayaraq üstörtülü şəkildə əri tərəfindən döyüldüyünü etiraf edib. Lakin 10 yaşlı oğlunun bunu bilməməsi üçün danışmadığını bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl xalq artisti Brilliant Dadaşova verilişlərdən birində Səidənin həyat yoldaşı Maqa tərəfindən qabırğalarının sındırıldığını qeyd edib. Səidənin göz yaşları bilirsiniz nəyə görədir? 2 ay bundan əvvəl qabırğasını sındırıb. Səidənin qabırğasını sındıranda Rafaelin 50 illik dostuna zəng edib, deyib ki, bunun əlindən məni xilas edən yoxdur. Polisə zəng etdi, məni döydü, ona görə məcbur olub stuldan yıxılmışam dedim, deyə Dadaşova bildirib.